Bugünkü qonağımız Aşıqlar Birliyində çoxdan yolunu gözlədiyimiz, özdə sevə-sevə yolunu gözlədiyimiz ustad aşığımız həqiqətən çox özünə məxsus barmaqları və səsi olan Cəfər Xakipurdur. Cəfər, xoş gəlməsən. Çox sağ olun, təşəkkür. Həmişə gözümüz üstündə yerin var. Aşıqlar Birliyi sənin elə bir ata ocağındır. Çox sağ olun. Təbriz Qaradağımızda, Cənubi Azərbaycanda, elə bu Azərbaycanda da sazımızı, sözümüzü uca eləyən sənətkarlardan birisən. Mən istədim ki, bugünkü verilişimizdə, yəni bu təqdimatımızda daha doğrusu, bir neçə hava sənin ifanda dinləyək və o da Azərbaycan Aşıqlar Birliyinin səhifəsində canlanmış olsun. Meydan sənindir, səni hamı tanıyır və sənin ifalarını da hamı sevibdir. Çox sağ olun, mən də sizi salamlayıram hər birinizi. Göyçəgülü havası ilə istəyirəm, elə ürəyimdə olan salamımı, təbrikimi Göyçəgülü ilə. Buyur. Sağ olasın. Göyçəgülü havasıdır. Sözlər rəhmətli Səməd Vurğundandır. Yenə qılıncını çəkdi üstümə, qurbanı olduğum o ana gözlər. Zalım cəllad olub durdu qəsdimə, qələm qaşaltından iyalə gözlər. Haber
Başımdan getmədi sevdanın dəmi, Köllüm dolanırdı bütün aləmi. Bu dustaq köllümü deyin yenə mi? Saldınız sorğuya, suala gözlər. Havamız qəhrəmanı havasıdır, sözlər daşqındandır. Yəni, Təbriz şəhərində yaşayan ədəbiyyatda doktoralıqdır, doktor daşqındandır. Kibriyəm ucumda yaş damlaları, yarpaqda şeh kimi incidən arı, sel olub axırlar üzümə sarı, qalmışam qaşına göz arasında. Gel
Bir sələm kəsilməz keçərim mənim. Bir güzəm saysızdır köçərim mənim. Ot tutub yansa da içərim mənim. Gəzərəm dilləri söz arasında. Mirzə canı havasıdır. Başına döndüyüm toy adamları. Siz də deyin toya gələn oynasın. Adını demirəm eldən ayıbdır, filan kəsin qızı filan oynasın.
şəhəridir. Şeirlər rəhmətli Zəlimxandandır. Həyatda hər kəsin öz qiyməti var. Hər baş layiq olmaz taca dünyada. Alçaqlıq insana bir sənət deyir, ucalıq yaxşıdır uca dünyada. Min dona, düşüb 100 əmələ girsə 1000 dona, olar mı qarğadan yaşılbaş sona? Koroğlu deyilməz Çorun oğluna, olmaz hər əzizdən xoca dünyada. Gözü yaşada, ocağı əlovun közü yaşada, yaşasa söhbəti sözü yaşada, cavan Zəlimxanı qoca dünyada.
Şahsevəni havasıdır. Bu şeirlər Azərbaycan Aşıqlar Birliyinin sədri Professor Məhərrəm Qasımlı, bütün xalqımızın sevimlisi, hamımızın sevdiyimiz insanlar. Sən əbədi ilk baharım, ana yurdum Azərbaycan, ürəyimdə şah damarım, ana yurdum Azərbaycan. Babaların ocağısan, isti ana qucağısan, ər oğullar oylağısan, ana yurdum Azərbaycan. Tamaşa, heyranımdır Orxan Paşa, bayrağınla ucar yaşa, ana yurdum Azərbaycan, ana yurdum Azərbaycan. Məhərrəm Qasımlıya uzun ömür, can sağlığı arz edirəm. Gözəl ustad, bugün o qədər gözəl bir təqdimat elədin. Hamımızın gözü könlü yerindən oynadı. Təbrizin, Qaradağın nəfəsini gətirdin. Həqiqətən neçə müddətdir ki, yolunu gözləyirdik. Bu gözəl ifalarıyla hamımızın ürəyini yerindən oynatdın. Var olasın. Çox təşəkkür edirik. Bəri başdan deyim ki, Azərbaycan Aşıqlar Birliyi özünün fəxri diplomunu hazırlayıb sənlə bağlı. Bugünkü ifaların bir daha göstərdi ki, sən bu fəxri diploma tam layiq bir adamsan. Və ona görə də bunu sənə ürəkdən təqdim edirik, təşəkkür edirik götürgünə və həmişə də bizim sənətin ucalığı qoy sənlə birlikdə olsun, sazın sözün ucalığı sənlə birlikdə olsun, biz də sənə baxıb qürur duyaq. Təşəkkür edirik. Mən də sizdən çox təşəkkür edirəm ki, bu diqqətinizi, bu layiqi mənə layiq gördünüz, bu diplomu. Çox sağ olun. İnşallah. Çox sağ olun. Var ol, var ol, var olasan, var ol. Təşəkkür edirik.